6 illik fasilədən sonra Bakı-Tbilisi sərnişin dəmir yolu xəttinin yenidən fəaliyyətə başlaması region iqtisadiyyatı və turizm sektoru üçün mühüm hadisə hesab olunur. Mütəxəssislərin fikrincə marşrutun bərpası sərnişin axının artmasına və xidmət sektorunda canlanmaya səbəb olacaq. ADE-dən verilən açıqlamaya görə Bakı-Tbilisi-Bakı marşrutu üzrə gediş haqqı məsafədən asılı olaraq komfort sinfi üzrə 51 AZN ilə başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 81 AZN, Yevlaxdan 67 AZN, Gəncədən 62 AZN, Ağstafadan isə 57 AZN-dir. Böyük kəsikdən Qardabani stansiyasına isə 51 AZN təşkil edir. İqtisadçı Xalid Kərimli bildirir ki, reyslərin açılması Bakı-Tbilisi istiqamətində hava nəqliyyatı bazarına da təsir göstərəcək. İllər ərzində hava nəqliyyatının xərcləri artıb, xüsusən də son proseslərdə təyyarə yanacağının qiymətləri kəskin yüksəlib. Yəni bu baxımdan təyyarələrin işlətməsi ilə əlaqədar xərclər də artıb. Amma birmənalı olaraq hesab edirəm ki, bu qatarların işə düşməsi təyyarə Bakı-Tbilis qatar hava xəttinin qiymətlərinə təsir edə bilər. Xüsusən də qeyri-pik vaxtlarda, qeyri-pik günün həm qeyri-pik vaxtlarında, qeyri-populyar vaxtlarında, həm də eyni sezonun da qeyri-pik vaxtlarında daha əlverişli qiymətlərlə rastlaşa bilərik. Turizm üzrə ekspert Rəhman Quliyev isə öz növbəsində bildirib ki, turizm mübadiləsinə öz müsbət təsirini göstərəcək. Artıq 6 ildir ki, Gürcüstanla Azərbaycan arasında quru sərhədlərin bağlı olması hər iki ölkə arasında turizm mübadiləsinə ciddi təsir göstərdi. Bugün ölkələr arasında dəmir yollarının bərpası həm Gürcüstanda yaşayan çoxsaylı soydaşlarımızın Azərbaycana gəliş-gedişini asanlaşdıracaq və eyni zamanda turist mübadiləsinə də müsbət təsir göstərəcək. Təbii ki, belə əlaqələrin bərpa olunması hər iki ölkə üçün iqtisadiyyata çox ciddi müsbət təsir göstərəcək. Bu həm turizm baxımından, həm də digər iqtisadi əlaqələrdə də mühüm töhfə verəcəkdir. O da qeyd olunur ki, layihə uzunmüddətli perspektivdə regionda iqtisadi inteqrasiyanın güclənməsinə, ticarət və logistika əlaqələrinin inkişafına əlavə təkan verəcək. Bu proses həm Azərbaycan, həm də Gürcüstan iqtisadiyyatı üçün yeni imkanlar yaradacaq. Havar Şəfiyeva, Leyla Səməndər, Yeni Azərbaycan TV.